Biz filan məhsulu filan həddən aşağı satmalıyıq. Məsələn, o bizim brendimizə kölgə gətirər. Bu strategiyadan irəli gələn bir brending texnikasıdır, brending alətidir deyək, belə deyək. Amma strategiyadan irəli gəlir. Yəni, strategiyaya görə sən şirkətdə hər şeyi müəyyən edirsən. Şirkət nə qədər satacaq, plan nə olacaq, hədəfi nə olacaq, strukturu necə olacaq, KPI necə olacaq, korporativ mədəniyyəti necə olacaq. Yəni, strategiya baş, mərkəzi bir sənətdir. Konstitusiya dediniz bayaq. Siz korporativ mədəniyyətə dediniz, amma daha çox strategiya uyğundur. Bəli, o strategiya daha çox otur. Bəli, bəli, strategiyadır. Ona görə şirkət necə işləməlidirsə, onu ortaya qoyur. Məsələn, bizim strukturumuz necə olmalıdır, qiymət siyasətimiz necə olmalıdır, məhsul portfelimiz necə olmalıdır. Bu komponentlərdir də. Bunların da hamısının sifarişçi strategiyadır. Yəni, strategiya deyir ki, bizim məhsul portfelimiz bu olmalı. Biz bu bazarlarda olacağıq, biz bu qədər satacağıq, biz bu qədər mənfəət qazanacağıq, biz bu bazara girməyəcəyik. Onlar təsirlər qarşısında daha güclüdür şirkəti. Məsələn, yeni rəqib gəlirsə, nə bilim, yeni bir şey baş verirsə, krizis baş verirsə, sistemi olan şirkətlər daha dözümlü olurlar. Çünki onların immuniteti güclüdür. Onlar hər situasiyaya adaptiv ola bilir, adaptasiya qabiliyyətləri var. Sistemi olan şirkətlər. Sistem olmayanda amma çaşıb qalırsan, çünki istinad yer də yoxdur. Bilmirsən ki, hardan yapışasan. Ümumiyyətlə, bizi hardan vurubdur bu krizis, onu da hesablaya bilmirsən. Amma sən dəqiq hədəflərin olanda, prioritetlərin olanda, sən hesablaya bilirsən çevik şəkildə ki, məni hardan vurdu, mənim hansı planlarıma mane oldu. Elə olmalı deyil axı. Şirkətin bütün biznes model komponentləri, o cümlədən vəzifə təlimatı da əslində ildə azı bir dəfə yenidən baxın. Strategiya dəyişən kimi yenidən baxılmaq lazımdır. Məsələn, mən tutaq ki, Azərbaycan bazarında işləyirdim. Maliyyə müdüründən bir tələblərim var idi. İndi dəyişmişəm, Gürcüstan bazarına girirəm, həm də. Mən önce maliyyə müdüründən həm də valyuta riskini idarələməyi tapşıracağım. Ki, pulu Azərbaycan valyutasında saxlasın, yoxsa Gürcüstan valyutasında saxlasın.